eləmək asandır ki, sən yalan deyirsən, sən yalancısan. Zaten bütün Allahın elçilərinə bunu deyiblər və hətta bu zamanda da deyirlər. Muhammed Peyğəmbərə o zaman da yalancı deyənlər var idi, bu zaman da deyənlər var idi. Əli əleyhissalamın vilayətini o zaman da inkar edənlər var idi, bu zaman da inkar edənlər var idi. Ümumiyyətlə bir insanın nə isə şəxsi təfəkkürü ilə inkar eləməsi doğru bir yanaşma metodu deyil. Müzakirənin, dialoqun müəyyən bir qaydaları var, müəyyən bir üsulu var. Əgər siz şiəsinizsə, bəhs eləmək istəyirsinizsə, şiə hədisləri ilə, Əhl-i-Beyt əleyhissalamın sözləri ilə biz müzakirə eləməliyik. Nə mən sizin şəxsi fikrinizi qəbul eləməliyəm, nə siz mənim şəxsi fikrimi qəbul eləməlisiniz. Ona görə Əhl-i-Beyt əleyhissalamı ortaya tərəzi şəklində qoymalıyıq ki, onların kəlamlarına istinad eləyək, onların dediyi sözlərə istinad eləyək. Məsələn, siz deyirsiniz bir Mehdi var, biz deyirik 12 Mehdi var. Tamam, gəlin bunu müzakirə eləyək. Bax, bundan daha öncə mən oxudum. Hədislər əslində 12 Mehdinin dediyini deyir. Yəni, Əhl-i-Beyt əleyhissalam 12 Mehdi işarə edir. Siz ki, deyirsiniz bir Mehdidir, bunu nəyə əsasən deyirsiniz? Hədislərlə bunu sübut eləyə bilmirsinizsə əgər, deməli sizin fikirləriniz şəxsi zənnlərinizə əsaslanır. Zənsə heç vaxt həqiqət ola bilməz. Buna görə biz fikirlərimizi Əhl-i-Beyt əleyhissalamın sözləri ilə, kəlamları ilə ölçməliyik. Və ya sünnüsüzsə, sünnə əqidəsindəsə, Muhammed Peyğəmbəri qəbul edirsinizsə, Muhammed Peyğəmbərin sözləri ilə və ya xristiyansızsa, İsa əleyhissalamın sözləri ilə. Hər hansı əqidədəsinizsə bizə fərqi yoxdur. Gəlin ortaq bir meyar qoyaq, onunla biz fikirlərimizi isbat eləyəksə. Çünki bizim dediyimiz sözlər özümüzdən deyil, Allahdan gələn sözlərdir və Allahdan gələn sözlər olduğu üçün zaten Allahın elçiləri bunları daha öncədən qeyd ediblər. Ona görə biz sizlə hər hansı bir formada fikirlərimizi bölüşməyə hazırıq. Sadəcə sizlər daha çox şəxsi zənnlərə əsaslanırsınız. Şəxsi zənnlə də fikir mübadiləsi aparmaq çox çətindir. Yəni biz sizlə və ya hər hansısa bir kəslə burada zorla nəyəsə inanın, inanmayın söhbəti aparmırıq. Çünki zaten Ali Muhammedin qaimini Allah tərəfindən dəstəklənib. İstəyirsiniz nəinki siz, bütün dünya ona qarşı çıxsın, biz onun yanında duracağıq axıra qədər və bizi bu qətiyyətdə siz daim görəcəksiniz.